valideynlər, hörmətli müəllimlər. Bugün sizi bura yığmaqda məqsədimiz, bizim iki qonağımız var. Əvvəlcə onları təqdim edeyim. Deməli, Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova və Uşaqların Gələcəyi naminə İctimai Birliyinin sədri Könül xanım Quliyeva. Bəlkə də siz buradan artıq oxumusunuz, bilirsiniz ki, bugün bizim mövzumuz, söhbətimiz sizlərlə nə barədə olacaqdır? Milli mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu. Əslində, sizin bura gəlməyiniz həm bu tədbirlə bağlı, həm də elə məktəb müəllim, məktəb direktor münasibətləri üçün mənim üçün çox xoşdur. Təbii ki, biz tez-tez görüşürük. Bizim sizlərlə görüşümüz həm iclaslarda olur, həm fərdi şəkildə olur. Və biz hər dəfə valideyn iclasında bu söhbəti istər-istəməz vurğulayırıq. Bu mövzuya keçid edirik. Çünki əsas bizim söhbətlərdən, əsas istədiyimiz məqsədlərdən biri həm təhsildir, ikincisi tərbiyədir. Deyərdim ki, birincisi tərbiyədir, ikincisi təhsildir. Çünki o milli mənəvi dəyərlər olmayan yerdə, yüksək tərbiyə olmayan yerdə, vətənə məhəbbət, sədaqət olmayan yerdə, böyüyə hörmət, kiçiyə qayğı olmayan yerdə, heç o təhsilin də, ali deyək təhsilin də bir mənası olmur. Bu barədə geniş söhbət aparmaq olar. Hər kəs yəqin ki, öz fikrini bildirəcək. Qonaqlardan əlavə, çünki zal aktiv zaldır. Burada sizlərin də fikrinizi bilmək, eşitmək bizim üçün çox xoş olardı. Əvvəlcə sözü verək Könül xanıma. Buyurun Könül xanım. Çox sağ olun, Zara xanım. Mən də öz növbəmdə bütün tədbir iştirakçılarına salamlayıram. Zalda əyləşən dəyərli valideynlərimizi, hörmətli müəllimlərimizi, şagirdlərimizi bağrıma basıram. Var olun ki, bugün bizim layihəmizdə iştirak edirsiniz. Vaxtınızı sərf edib bu tədbirə qatılmışsınız ki, bizim əməyimizi yerə vurmayasınız, bu istiqamətdə müəyyən bilgiləri əldə edəsiniz. Təbii ki, bizim də bugün sizdən öyrənəcəklərimiz var. Təkcə biz öyrətmirik, biz həm də sizlərdən öyrənirik. Çünki hər birimiz bu cəmiyyətin üzvləriyik, hər birimiz bu cəmiyyətin bütün problemləri ilə üzləşirik. Düzdür, bugün mən qürur duyuram ki, vətəndaş cəmiyyətin bir parçasıyam, Uşaqların Gələcəyi naminə İctimai Birliyinin sədriyəm. Yəni, belə deyək, bu tribunanın özü belə mənim üçün qürur vericidir. Amma yenə də müəyyən hədəflərim var ki, o hədəfləri mən hər zaman düşünmüşəm ki, fəth edəcəm. Hələ ki, fəth etməmişəm. Demək istədiyim odur ki, bəlkə hələ, bayaq da vurğuladım, potensialım ona yetməyibdir. Bəlkə Allah hələ məsləhət bilməyibdir. Bəlkə mən qısa zamanda o məqamı fəth edəcəm. Amma mənim hər birinizdən arzum, ricam odur ki, bizlərin, belə deyək, arzularımızın reallaşdıra bilmədiklərimizi sizlər reallaşdırasınız. Siz gənclər bu rayona, bu 2 nömrəli məktəbdən çıxanda bir millət vəkili kimi, nazir kimi, ölkənin iqtisadi, siyasi, humanitar həyatında öz sözünü demiş və ölkəmizi beynəlxalq aləmdə hər zaman təbliğ edən şəxslər kimi təşrif buyurasınız bu rayona. Mən vaxtınızı çox almadan layihəmiz haqqında məlumat vermək istəyirəm. Bugün sizinlə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Uşaqların Gələcəyi naminə İctimai Birliyinin həyata keçirdiyi milli mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu layihəsi çərçivəsində sizlə görüşürük. Bugün biz mövzumuzu Gülarə müəllimə necə seçdik? Onsuz bu mövzu, siz bayaq qeyd elədiniz, davamlı olaraq hər zaman silsilə qaydada danışılan, bu istiqamətdə nə qədər layihələr, nə qədər tədbirlər belə həyata keçirsən, bizim ən böyük mirasımızdır ki, biz milli mənəvi dəyərlərimiz haqqında hər zaman danışaq, müzakirələr aparaq və milli mənəvi dəyərlərimizə sahib çıxaq. Bugün düşündük ki, ailə və məktəbi məhz bir araya gətirərək mövzumuzu belə seçdik. Ailəm, həyat məktəbim, məktəbim, doğma ailəm. Müəllim deyəndə gözümüzün önünə nə gəlir? Bugün bizim burada gözəl müəllimlərimiz var. Müəllim şərəf deməkdir.
şəfqət deməkdir, həyat deməkdir. Müəllim eyni zamanda yol göstərmək deməkdir. Müəllim tələbəsi üçün ömürlük bələdçidir. Bizə hər zaman elmi öyrədən, eyni zamanda hikməti öyrədən, başa salan bizim hörmətli müəllimlərimiz doğma məktəbimizdir. Öz peşəsinin vurğunu olan, gənc nəslin maariflənməsində, onların azad, müstəqil fikirlərinin formalaşmasında, bütün sahələrdə qabiliyyətli, bacarıqlı olmalarında, xüsusən cəmiyyətdəki rolunun önə çəkilməsində xüsusi əməyi, dəstəyi olan müəllimlərimiz var ki, mən bilirəm bu tədbirdə də o cür müəllimlərimiz var, hər birinizin qarşısında baş əyirəm. Həmçinin yüksək mənəvi əxlaqi keyfiyyətləri, nəcib əməlləri, ictimai-siyasi məsuliyyəti, vətənpərvərliyi ilə seçilən ailələrimiz var ki, burada da o ailələrimiz var. Hər birinizin qarşısında da mən baş əyirəm. Ailə hər bir fərdin mənəvi və fiziki formalaşmasında vacib bir institutdur. Çünki ailələr uşaqların ən başından dünya görüşünün təməlinin qoyulmasında, sosiallaşmasında, insana, vətənə, tarixə, milli irsə münasibətlərinin də formalaşmasında ailə mühitinin çox ciddi rolu var. Ona görə də Gülarə xanım nahaqdan demirlər ki, hər bir cəmiyyətin yaratdığı mədəniyyət ailənin əməyinin məhsuludur. Bu baxımdan biz düşündük ki, valideynlər, müəllimlər, şagirdlər bir arada biz təkcə özümüz danışmayaq, dəyərli müəllimlərimizin, valideynlərimizin, həmçinin şagirdlərimizin də fikirlərini alaq, iştirakçılıqlı bir müzakirə yaransın. Bu baxımdan mən öncə müzakirəyə keçid almazdan qabaq istəyərdim ki, bizim bu tədbirimizə təşrif buyuran dəyərli ekspertimiz var. Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova. Mən Jalə xanıma söz verəcəm. Jalə xanım kimi insanlar da təbii ki, bizim ən böyük dəyərimizdir ki, bu istiqamətdə yorulmadan, usanmadan fəaliyyət göstərir, hər zaman yanımızda olur və təmsil etdiyi təşkilatın adına bu gözəl xanım bu qədər gözəl yaraşır. Buyurun Jalə xanım. Mən də hər kəs salamlayıram, təşəkkür edirəm. Bu qədər gözəl, bir-birindən gözəl, dəyərli valideynlər, müəllimlər toplaşıb. Amma çox-çox üzr istəyirəm. Əminəm ki, həyəcandan oldu. Amma mən belə vaz keçə bilmərəm. Torpaqlarımızın işğalı uğrunda, suverenliyimiz uğrunda canından keçən nə qədər igidlərimiz var və bu igidlərin arasında Tərtərimin də nə qədər igidləri var. Gəlin o igidləri bir dəqiqəli sükutla yad edək. Məktəblə, müəllimlə, ailədə valideynlərin bir-biri ilə körpü yaratmağını, bir-biri ilə belə deyək, münasibət qurmağını, amma bugün də toxunacaq o məsələyə. Amma əsasən indi sizlərlə və sizlərin də fikirli marağı olacaq. Əsasən deməli, ailəm mənim həyat məktəbim, məktəbim mənim ailəm istiqamətində daha çox fikir mübadiləsi edək. Baxın, hər şeydən öncə ailə və məktəb, bunlar arasındakı münasibət və dəyərin ortasında ilk öncə nə durur? Valideyn və müəllim və hər ikisini birləşdirən evlad və onların mənəvi dəyərlərə söykənən evlad və şagird yetirməyimiz. Ən birinci, bu istiqamətdə nələr tələb olunur? Müəllimin ən birinci vəzifəsi. Sinifə girdi mi, daxil oldu mu? Özünün bütün problemlərini kənarda qoymalı və nə qədər çətin olsa da, müəllimlik peşəsinin çətinliyi, şərəfi də oradadır ki, hər bir şagirdə fərdi yanaşmalıdır. Bax, bu müəllimin ən birinci qızıl andı olmalıdır. Həkimlər necə Hipokrat andı olan kimi, müəllimin qızıl andıdır. Baxırsan, şagird gəlir. Evdə problem var, evdə döyülüb, söyülüb, valideyn yola getmir. Uşaq yatmayıb, yeməyib, dərsini hazırlamayıb. Elə gəlib ki, belə bir dənə göz yox, 10 göz lazımdır ağlasın. Amma müəllim nə edir? Uşaqların da içində belə səsini də biraz da qaldırır. Sənə nə olur?
Anın üstüne başına baxmayıb, bu nə görkəmdir, nə... Öldü, o uşağı da məhv elədi, müəllim özünü də artıq bitirdi. Müəllim uşağın davranışından, baxışından bilməlidir ki, o hansı ab-havada gəlib. Birinci işi budur. Mən yəqin ki, burada bizim yaşlı, bir qədər yaşlı valideynlərimiz, mənə gəlir ki, nənələrdən də burada iştirak edənlər var, yaşlı nəslin nümayəndələr ola bilər, müəllimlər. Mənim atam şair, jurnalist Cavad Cavadlı uzun illər, 50 ildən artıq Azərbaycan müəllimi qəzetində çalışıb. Və çox keşməkeşli bir həyat yolu keçib. 10 yaşı vardı, sürgündən qaçıb Qazaxstan çöllərindən və mən həyatım boyu Allahıma da şükür edirəm, minnətdaram ki, mənim taleyimdə belə bir valideynim olub. Niyə? Dedi ya, ailəm mənim həyat məktəbim, eləmi? Mən həyat məktəbimi bağçaya gedə-gedə, məhz bağçaya gedə-gedə, evimdə valideynlərimin himayəsində, xüsusən də atamın himayəsində alıb artıq xeyli bagajla məktəbə getmişdim. Onda nə olur, onda müəllimin eşiyi gündürləşir. Bax, bu da var. Deməli, baxın, o qədər misal çəkərəm, bircə misal çəkəcəm. Evdə 5 evlad idik. Hərdən atam götürərdi, atam ha, anam yox, atam. Bir dənə almanı qoyardı ortalığa. Bir alma, deyirdi, bir sinə var, bir dənə alma var. Gəlin bunu bölək. Mənə hədiyyə ediblər. Bazardan alıb, özü alıb. Mənə bir dənə alma pay veriblər. Bunu neyniyək? Baxırdım ki, qardaşım dedi, mən oğlanam, mənə. Necə mən oğlanam, mənə? O birisi dedi ki, deyək ki, böyük bacım, mənə. Elə şey yox. Davasız, şavasız, qışqırsız, bağırsız atam başa salırdı ki, bir almadırsa, 5 evladsızsa, nə olur olsun, o 5 uşaq arasında bölünməlidir. Bunun adını nə qoyduq? Bunun adını qoyduq paylaşmaq. Paylaşmağı bacarmaq. Paylaşmağı bacarmağı öyrədən ailə mütləqdir ki, o uşaq sinifdə də onunla bir partada əyləşən, onunla biri də həm yaşıd olanla da paylaşmağı öyrənəcək və ömrünün axırına qədər, mən bir dənə misal gətirdim, amma misallar çoxdur, qələm yoxdur, ala bilməmişəm. Mən ayın axırına qədər məsələn 2 qələmlə istifadə edəcəksiniz. Amma imkanı var valideynin alsın. Sən paylaşmağı öyrədəcəksən ki, sənin yoxdursa, onun yoxdursa, ona ötürməyi bacarmalısan. Bu günlərin gündəmdə olan həyatımızda çatışmayan cəhətlərdən biridir. Həm ailədə, həm məktəbdə. Məktəbi ailəyə çevirmək üçün əziz valideynlər və əziz müəllimlər, bir neçə üsulları da sizə deyim. Müəyyən il ərzində müəyyən bizim milli bayramlarımız olur. Novruz bayramı, başqa bayramlarımız təqvim dəyişəndə siz çalışın ki, uşaqlar hazır ərzaqları, hazır nələrsə gətirməsinlər. Öz əlləri ilə hazırlasınlar. Hələ bir-iki dənə valideyni dəvət eləyin, bağlayın, valideynləri bağlayın, məktəbə bir yerdə işləyin. Olsun, məktəb olsun, ailə olsun, məktəb. Rəvan müəllim, mən sizə təqdim edeyim. Yəqin ki, bilirsiniz, rayon icra hakimiyyətində uşaq və yeniyetmələrlə iş üzrə şöbənin bölübü. Mövzumuz həqiqətən çox maraqlı bir mövzudur, aktual bir mövzudur. Bu günləri məktəblərdə ən çox yaşanan problemlərdən biridir. Yəni, burada bizim əsas məqsədimiz nədir? Valideyn, məktəb əlaqəsi olmalıdır. Əgər şagirdlərimizin gələcəyini istəyirsə, biz ilk növbədə valideynlərimiz məktəblə əlaqəli işləməlidir. Problem burada nədir? Yaxşı oxuyan uşağın valideyni məktəblə mütəmadi əlaqə saxlayır. Mən uzun müddət həm məktəbə müəllim işləmişəm, direktor müəllim işləmişəm, bunlar öz məlumatlıdır. Yəni, sonra indi icra hakimiyyətində Uşaq Hüquqları Müdafiə Üzrə Komissiyanın katibiyəm. Yəni, mövzum eyni olduğuna görə hər gün o işin içindəyək baxırıq. Dəvət edir valideynləri məktəbə gəlirlər. Hansı valideyn ki, övladı məktəbdə aktivdir, fəaldır, həmən valideyn o tədbirdə iştirak edir, iclasları iştirak edir. Hansı valideyn uşağı dərsə davam edir, zəifdir, zəif oxuyur, o valideyn deməli yayınır.
Buradan ortaya çıxır ki, deməli, hansı valideynlə məktəblə əlaqəsi varsa, həmin uşaq şagird maraqlıdır, oxumalıdır. Uşaq dünyaya savadsız gəlmir. Və yaxud da tərbiyəsi dünyaya gəlmir. Uşaq dünyaya gələndən sonra onu tərbiyə edən, savadlı edən məktəb və valideyndir. Müəllim tək başına hər çalışsa da, əgər valideynin marağı yoxdursa ona, çətin məsələdir. Valideyn tək çalışsa, müəllimin ona öyrətmə marağı yoxdursa, təbii ki, bu da effektin verəsi deyil. Bu günlər yeni deyirəm, əsas məqsədimiz odur ki, çalışaq məktəblə valideynin əlaqəsi mütəmadi olsun. İndi çox gözəl bir dövrdəyik. Bu sosial şəbəkənin mənfi və müsbət tərəfləri var. Müsbət tərəfindən deyim, bu WhatsApp proqramı var, qruplar yaradılır. Mən bilən yəqin istədir məktəbli valideynlərin əlaqəsi var. Biz əlaqə saxlayanda, hər hansısa bir iradı valideynə deyəndə, çalışaq müəllimin o iradını müsbət qəbul edir. Əgər bir müəllim sənin övladının iradı deyirsə, deməli, sevilməlisin ki, mənim övladımın iradı var. Onu arada qaldırmaq lazımdır. İclaslarda oluruq, valideynlərlə görüşürük. Yəni bu inzibat protokollarına bağlı valideynləri qəbul edirik, onlarla bağlı müəyyən söhbətlərə aparılır maarifləndirici. Valideynlərin bir sözü var, eşidirik bəzilərindən, vəsifat qəbul edir adını, təkcə mənim uşağımı görünsünüz. Bir söz deyim də, bu normaldır. Yəni, amma sevinməlisən ki, sənin övladınla bağlı hər hansı bir tədbir görülürsə, bu müsbət haldır. Bir var hər hansısa bir cinayət əməli törədə, bir var gələcəyə uçurma gedən bir hərəkət eləyə, onda bilmək. Bir də var ki, xırda bir məsələnin üstündə hüquq orqanları tərəfindən, bizim tərəfimizdən buna bir tədbir görürlər. Deməli, o sevinməlidir ki, mənim övladımın gələcəyini gedən yoldan qaytarır, pis yoldan, pis vərdişdən. Biz məktəblərdə oluruq, narkomaniya, erkənlikə, sosial şəbəkələrlə bağlı tədbirlərimiz olur. Bəlkə də indi burada da valideynlərdən varsa iştirak edirsə, biz də bu tədbirlərdə bununla bağlı marifəli söhbətlər aparıq il ərzində. Yəni, çalışdığımız qədərində sizə deyim ki, il ərzində bir məktəbdə 2 dəfə olur. Məktəblərimiz çoxdur. Yəni, desəm ki, hər ay eyni məktəbdə olmaq, bu da ədalətsiz olar ki, məktəbdə tədbiri keçir, digərini keçirmək. Burada bilirəm ki, Gülarə müəllim də onun, yəni, əməkdaşlar da, yəni müəllimlər də bununla bağlı söhbətlər aparırlar. Bu günləri valideynlər, telefon normaldır, başa düşürəm, verin övladlarınıza, amma nəzarətinizi buraxmayın. TikTokda digər sosial şəbəkələr var ki, oradan lazımsız azyaşlılara uyğun olmayan hərəkətlərə daha çox meyildirlər. Son zamanlar rastımıza gələn məsələlərdən biri tək tərəfdə sosial şəbəkələrdə azyaşlıların ən çox vor aləminə, nə bilim, narkotik adi şəkillərə belə fikir verimsiz. O övladlardan biri də Allah uzun sizin də övladlar ola bilər. Ona görə də nəzarətdə saxlayın. Nəzarətdə saxlayın ki, uşaqların görün hansı sosial şəbəkələrdən daha çox istifadə edir, hansı proqramlardan daha çox istifadə edir, dərsimi öyrənir, yoxsa sizin vaxtınızda alladıb başqa bir proqramlardan istifadə edir. Sosial şəbəkənin bugün bəlası, o dediyimiz mənfi aralar, bu günlərin narkomaniyadan pis bir haldır. Sinandırım ki, o narkomaniyadan pis bir haldır. Narkotik yenə ən azından tanıyırsan ki, bu uşaqda onun müalicəsini eləyə bilirsən. Sosial şəbəkədə elə bir istifadələr var ki, onlardan hayli valideyn duyuq düşənə qədər artıq onun övladı öz istiqamətini uçurma tərəf aparır, mənfiyə tərəf aparır. Onun üçün də mütəmadi olaraq məktəblə əlaqəniz olmalıdır, daim məktəblə əlaqə saxlamalısınız, məktəb rəhbəri çağırırsa, bilin ki, övladınızla bağlıdır, nəyə çağırır, nə üçün çağırır. Qoyun, bugün iradınızı bildirsin ki, gələcəkdə övladınız normal həyatda olsun, normal istiqamətdə olsun. Mən Könül xanıma, Jüvəli xanıma təşəkkürümü bildirəm ki, bu tədbiri Tərtər rayonu saldığı üçün, yəni Tərtər rayonu keçirildiyi üçün, mən də rayon rəhbər adına hər birinizə təşəkkürümü bildirirəm. Gülarə məmməsi də sağ olun ki, belə bir təşkil eləmişsiniz, təşkilatçılıqla. Hər birinizi uğurlar arzulayıram. Çalışın, valideynlər, elə edin ki, uşaqlarınızı süzgəcəli keçmək olmayacaq.
milli dəyərlər dedikdə, milli dəyərləri daha doğrusu qoruyaq dedikdə bizim gözümüzün önünə elə ailələr gəlir. Çünki ən böyük dəyər elə bizim ailələrimizdir. Mən çox istəyərdim ki, Gülarə müəllimə, siz qeyd elədiniz, bizim burada əziz müəllimlərimizdən iştirak edənlər olacaq. Mən çox istəyərdim ki, müəllimlərimizə Gülarə müəllimə təbii ki, təqdim eləyəcək çıxış eləsin müəllimlərimiz. Ondan sonra bizim valideynlərimiz də öz fikirlərini bölüşsünlər, bizim şagirdlərimiz də bəlkə ola bilsin ki, biz fikirlərimizi deyirik, paylaşırıq, bölüşürük sizlə, amma bəlkə bizim də sizdən öyrənəcəyimiz bir şeylər var. Hətta mən çox istəyərdim ki, fərq yoxdur, müəllimlər və valideynlər təkliflər irəli sürsünlər ki, biz o təkliflər üzrə bəlkə qeydlər edib gələcəkdə hər hansısa bir layihə formasında gəlib yenidən sizlə görüşəcək. Hər birinizdən xahiş edirəm ki, iştirakçılıqlı müzakirə yaradaq. Sizlərin fikirləriniz bizim üçün çox önəmlidir. Çıxış etmək istəyən müəllimlərimiz var yəqin ki, amma mən əvvəlcə də istəyərdim ki, məktəbimizin hörmətli ədəbiyyat müəlliməsi Məhbubə müəlliməyə söz verim. Əslində biz gənclərlə işlədiyimizə görə bu məsələlərdən birbaşa ilə bizimlə əlaqədardır da, bağlıdır. Şagirdlər deyəndə ki, şagirdlərimizə milli mənəvi dəyərlərimizi sayır. O dəqiqə onlar başlayırlar himnimizdən, girdimizdən, vətənpərvərlik. Amma bunu bir qədər geniş mənada sadalasaq, hər şey ailədən başlayır. Axı şagirdlərdə, ay valideynlər, müəllimlər, məktəbə gələndə bir ana qucağından gəlirlər, bir ailə məktəbindən gəlirlər, lap yaşları az olsa da. Və ondan sonra ailədə olan o dəyərlərimizdən başlayırıq. Məsələn, ailədə hörmət, qayğı, böyüyə, kiçiyə münasibət, ondan sonra səxavətlik, əl açıqlıq, hamısı ailədə az da olsa, kiçik yaşlarına uyğun da olsa ailədə formalaşır. Mən bir ədəbiyyat müəllimi kimi, mən də öz sahəmə düşəndən danışmaq istəyirəm, Gülarə müəllim. Buyurun, xoşdur. Mən danışmaq istəyirəm, mən çox, məsələn, ədəbiyyatçıları, dilçiləri maraqlandıran məsələlərdən. Məsələn, mən bugün də dilimizə o yad olan ünsürlər, dilimizi bir qədər körlamağa meyilli olan ünsürlərdən danışmaq istəyirəm. Onsuz da biz xüsusən də ədəbiyyat, Azərbaycan dili müəllimləri hər dəqiqə başı, hər dərsin hər dəqiqəsində biz bu milli mənəvi dəyərlərdən danışırıq. İstər Azərbaycan dil dərsliyində olan mətnlər, istər ədəbiyyatda olan o bədii nümunələrin hamısı birbaşa şagirdən aşılayır milli mənəvi dəyərlərimizi. Şagirdlər indi daha aktivdilər, daha fəaldılar, daha belə bizim dövrümüzə baxanda daha çox sözlərini deməyi bacarırlar. Əsərlər oxuyurlar, mətnlər oxuyurlar, təhlil edirlər, səciyyələndirirlər, vəziyyətdən çıxış yolu, hətta özləri öz təxəyyüllərinə uyğun elə gözəl ardıcılıqla davam etdirirlər ki, biz onlara sevinirik ki, uşaqlarımızın bu cürə düşünmək qabiliyyəti var. Amma bir balaca mənə narahat eləyən, dilimizin illərlə məruz qaldığı bir balaca körlanma. Biz bilirsiniz, hamı bilir, valideynlərimiz də, müəllimlərimiz də uzun illər Rus dilinin təsiri altında olursa, dilimiz belə körlanır. Amma axır vaxtlarda başqa təsirlər var. Dilimizin saflığı körlanır. Biz müəllimlər, valideynlər də bizi çox gözəl başa düşürük. Biz heç bir dil öyrənmək çox gözəldir, tərəqqidir, inkişafdır. Amma dilin saflığını qorumaq şərtilə. Dilimizi başqa dillərin sözləri ilə körlamamaq şərtilə. Bütün dünyaya məlum oldu ki, Tərtər ən qaynar nöqtənin biridir. Və bizim şagirdlərimizdə elə əyani olaraq o vətənpərvərliklə hissini aşılamağı özləri yaşadılar və gördülər. Heç bir xalq sevinə-sevinə müharibəyə getmir. Bizim Azərbaycan xalqı idi, Tərtərlilər idi və s. Və bir də mən bircə şey demək istəyirəm ki, doğrudan valideynlərin rolu böyükdür, məktəblə əlaqəsi danılmazdır, əsasdır, əsas şərtdir. Biz sadəcə olaraq bir müəllim kimi əsas şagirdlərimizə anlatmalıyıq ki, başa salmalıyıq, onları inandırmalıyıq ki, bu vətənin sabahki sahibləri onlardılar. İstər milli mənəvi dəyərlərin təbliğatçısı onlardır, yerinə getirənləri onlardır. Şagirdlər bunlara inansa, mən bilirəm ki, daha böyük irəliləyişlər olar əldə. Mənim o tələbim oldu ki, Gülarə müəllim, siz məktəbdə tədbirlər keçirirsiniz.
Elə bir istər hansı istedadlı uşaqlardır, şeir desinlər, qəşəng musiqi versinlər ki, uşaqlar da biraz elə bir ki, fikirləri dağılsınlar, şənlənsinlər, gözəl, həm də qəşəng şeir deyəndə biz orta məktəbdə oxuyanda çox gözəl tədbirlər keçirirdi. Biz ondan indi də yadımızdan, şəxsən mənim yadımdan çıxmır. Allah'ın olsun, qəşəng şeir deyirdi, musiqi, gözəl tədbirlər. Bunlar uşağa çox gözəl təsir edir. Həm şeir olsun ki, həm Elə isə mən, bax, sizə və bütün auditoriya bir sual vermək istəyirəm. Əminəm ki, səmimi cavab alacaq. Əminəm ki, xanım. Gəlin belə danışaq. Müəllim, Tərtərdə Tarix və Diyarşünaslı muzeyi var, düzdürmü? Sual vermək istəyirəm. Evladlarınızı ora aparmışsınızdır, aparanlar əlini qaldırsın. Gözəl. Bakıya gələndə, bilirəm yolunuz düşür. Uşaqları muzeylərə, teatrlara aparırsınızmı yoxsa yox? Aparmırsınızsa niyə aparmırsınız? Biz bu səbəbi bilmək istəyirik. Buyurun xanım. Buyurun xanım. Səbəblə müəllimə bizim tariximiz. Gəlin müəllimə xabar edirəm. Bəli, biz apartman komandi olaraq biz hər yay o ekskursiyaları təşkil edirik. Belə götürənlər Azərbaycanın biz bütün rayonlarında olur. Getdiyimiz yerdə ilk getdiyimiz oranın bəli, ekskursiya yaparıq. Şəkliyə gedeyim müəllimə yoxsa var deyil? Tarix müəllimidir. Müəllimə, o da sualın ikinci hissəsinə qayıdıram. Amma gəl də deyirəm, səmimi cavab istəyirəm ki, biz sabah Körün xanımla işimizi quraq. Siz o ekskursiyalar ki gedirsiniz, qayıdıb gəlirsiniz. Ondan sonra uşaqlara inşa yazdırırsınızmı təəssüratlarınızı? O ədəbiyyat Azərbaycan dil müəllimləri, şəxsən mən Eləyirsiniz. Çünki qarşılıq Teatrlara gedirsinizmi? çox təəssüf ki, bizdə rayonda gəldik. Rayonlar gəlince köşək baxarıq uşaqlar. Rayonlar Biz nəzərə alacaq ki, Körün xanımın mütləq səyyar tamaşalar gələcək. Gözün istəyirlər də, baxmaq da istəyirlər. Teatr özü bir mənəviyyat məktəbidir, həyat məktəbidir. Bir əsər oxuyarsan 5 saata, məsələn 3 günə, amma bir tamaşaya baxdın, orada nə qədər bir şeylər görürlər. Mənim hətta yadıma gəlir, mənim rəhmətli anamın bir şkafda bir yeri var idi. Teatra getdiyi paltarlar ayrıca, ayaqqabı ayrıca, nə ayrıca, bu teatra olan, mədəniyyətimizə olan bir sayğı idi, qayğı idi. Və çox istəyərəm ki, bax, o mənəvi zənginliklərə məktəblə bir yerdə. Yarış nə? Qoyun məktəbdəki müəllimlər düşünsün ki, mən bugün elə bir şeyim ki, valideyn sevinsin, mənə qoşulsun. Valideynlə, yəni ailə ilə məktəb bir yerdə eləsə, inanın, onun effekti o qədər güclü olacaq ki, olmayan ki. Fikirləşirlər ki, biz özümüz apara bilmirik, amma siz bunu təşkil edirsiniz. Rəsm sərgiləri keçirdirsiniz, gedirsiniz. ən çox şəhid muzeylərdən gedirik. Şəhid muzeyləri. Bəli, bu məktəbdə gidəcək plakatda var. Amma şəhid evlərində muzeylərə Çox sevindim. uşaqlar aparır. Yəni siz, mən bax çox sevindim bu cavablara, çox sevindim ki, ekskursiyaları, muzeylər. Amma bir şey də istəyirəm ki, xüsusi vurğulayam. Bax, biri var, gedirsən, bayaqlara dedim ya, məsələn, gedim teatra baxırdıq, tamaşaya baxırdıq. Tamaşanı gəlirdik, evdə məcbur edirdi atamız ki, təəssüratları yaz. Mütləq ailədə valideyn bu işi görsün. Məktəbdə də, məsələn, bizim məktəbdə müəllimlər belə deyərdilər, həftənin birinci günü, bazar günü nə iş gördünüz, hara getdiniz, özünüzü nəylə zənginləşdirdiniz, hərdən bir müəllimimiz bir zarafatla belə deyil, yoxsa getdiniz ancaq nənəniz bozbaş bir şeyini yediniz, gəldiniz, onunla bitti, olmaz. Mütləq bir şeylər görüb və bir-birimizlə paylaşırdım. Məsələn, bu günləri mən getdim, filan şey gördüm, o uşaq orada danışır, o birisilər də eşidir. Mütləq gəlin evdə necə anasına get, mən də oraya getmək istəyirəm. Belə milli mənəvi dəyərlərimizi zəngir. Buyurun, xanım, nəsə demək istəyirəm. 3 övlad da bizdən gəlir məktəbə, yəni 6-cı sinif, 5 və 4. Hər biri də balacanın çıxmaq şərti ilə qızlar çox yaxşı oxuyur. Yəni, böyük qızım hətta liseyə qəbul oldu, fizika Qubada.
informatika riyaziyyat üzrə. Yəni maddi cəhətdən, məsafə cəhətdən biz onu oxuda bilmədik də. Yəni orada özü keçmişdi, hazırlaşıb. Yəni mənim istəyim odur ki, balaca qız da tarix sahəsində çox maraqlıdır. Yəni siz özünüz təşkilatlar olaraq, yəni elə bir məktəblərdə elə bir maraq yaradasınız ki, yəni həqiqətən biz valideyn kimi ürəkli, yəni yaxşı oxuyan uşaqlar harasa yönləndirmək, aparmaq, gəzdirmək, hətta xarici ölkələrə də, yəni bu uşağın həvəsi yaransın da gələcəkdə. Yəni biz məsələn elə valideynlər var ki, şəxsən mən özüm apara bilmirəm. Ancaq mənim arzumdur ki, mənim uşağım bəli xaricdə təhsil alsın. Niyə də yox? Yəni biz sizdən, yəni ona ricada bulunuruq ki, siz də bu işləri tez-tez gəlib belə təşkilatçılıq eləyəsiniz məktəblərdə uşaqlar üçün maraq sahəsi yaradasınız. Biz də valideyn kimi müəllimlər öz borclarını yerinə yetməlidir. Biz də valideyn kimi evdə çalışmalıyıq. Ancaq ki, yəni hər kəs sinifdə 25-in 25-i də məsəl üçün həkim, müəllim ola bilməz. Hər bir uşağın biri yaxşı usta ola bilər, biri yaxşı məsəl üçün nə bilim tikiş dərsi ola bilər. Ancaq ki, hər sahəni yönləndirmək lazımdır. Çox güzel. Bax, siz özünüz də bu sahədə mövzumuz da əsasən budur da. Ailəm, mənim həyatım, məktəbim də mənim ailəmdir. Bu məsələdə də siz müraciət edirsiniz, gözəl dediniz. Eyni zamanda məktəbin o sinif rəhbərləri var da, onlarla da ünsiyyətdə olun. Bir maraqlansınlar, özü bir dəfə gündəmə gətirməyin, tez-tez gətirin. Biz də marağındayıq ki, ölkəmizdə gələcəyi gözəl, savadlı insanların əlində olsun. O batıb getməsin. Savadlı uşaqdır, valideyn görür, onun şeyi var. Müəllimin də vaxtaşırı yadına salın ki, mütləq, məsələn, icra hakimiyyətlərində yəqin ki, görüşlər olur, hansısa konkurslar, və müəllim də o istiqamətə, o tərəfə yönəlsin. Bunlar bizim gələcəyimizdirlər. Sözünüzü kəsirəm. Deməli, Gəncə Firidolun və yaxud da Quba Firidolun uşaqları Amerikada təhsil alır. Mənim öz bacımın qızı Dəniz Səttarı Amerikada birinci tələbə idi ki, qız tələbə. Təhsil alır. Bu nəyə pisdir ki? Mən də şəxsən böyük qızın, övladım marağı riyaziyyata çoxdur. Mən də istəyərəm ki, yəni mən ata da narazı olsa, mən istəyirəm ki, deyirəm ki, qız nə qədər ki, deyirlər indi ki, zamanda, qız ama nə qədər savadlı olsa, bir o qədər ağıllı olur. Əvvəla bütün tədbir iştirakçılarının hər birini salamlayıram, qonaqlarımıza çox gələcəm. Çox xoş oldu ki, siz bu mövzuda bizim rayona gəldiniz, bizimlə söhbət apardınız. Biz də istəyərik ki, hər sahədə şagirdlərimizi vətənpərvərlikdə böyüdək. Müharibənin o ən ağır, ağrılı, acılı günlərini yaşayan rayonlar içərisində bəlkə də ən birincisi bizim rayonda, hamınız bilirsiniz. O bütün hər gün mən olmasa da, vaxtaşırı sinifdə söhbət apararkən şagirdlərə deyirəm ki, nə zamansa vaxt gələcək, bizdən sonra bu müharibənin canlı şahidləri sizlər olaraq qalacaqsınız burada. Siz də görmürsünüz, siz də yaşamışsınız o ağır günləri, nə qədər biz çətin günlərdən keçmişik. 5-ci sinifi mən oxuyan zaman biz təhsil ala bilməmişik tərtədə, o zaman biz qaçqın olmuşuq. 80 doğumsuz. Bəli, 80. Bəli, o dövrdə biz rayonda olmamışıq, 5-ci sinifi biz təhsilini ala bilməmişik. Bu qədər ağır acı içində, amma biz o çətinliklər içərisində oxumuşuq amma biz. Bu günləri təhsil proqramı çox ağırdır. Mənə elə gəlir ki, məktəbdə uşaqlar həddindən artıq yüklənirlər. Yəni dərsdən sonra hazırlıqlar, uşaqların başqa əyləncələrə vaxtı çox az qalır. Və uşağa nəyisə məsləhət eləyəndə, təklif eləyəndə, inanın uşaqlar, ay müəllim, bəs bizim hazırlığımız var, bu günə 3 hazırlığım var, 2 hazırlığım var, çatdıra bilmirik deyilə, bəzən boyun qaçırdılar nələrədənsə. Amma həqiqətən də o sizin fikriniz, ideyalarınız çox doğrudur ki, şagirdlərə istirahət lazımdır. Şagirdlər bunu daha çox sevirlər. Bayramlar keçirməyi sevirlər, gəzməyə getməyi sevirlər. Düzü, Gülarə müəllimə rəhbərliyi ilə biz şagirdləri dəfələrlə özümüz Nizami Gəncəvli məqbərəsinə, bir neçə yerə, daha çox bizlə şəhid ailələrlə biz ziyarətə gedirik. Bəli, şəhid ailələrlə. Mənim sürümdə şagirdlərdən biri də şəhid övladıdır, bir neçəsi qazi övladıdır. Biz daha çox vətənpərvər şagirdlər yetişdirməyə çalışırıq. Çünki bugün Azərbaycana
daha çox vətənpərvər övladlar lazımdır. Biz onları daha çox yetişdirməliyik. Bir də əsasən o xalq ziyalısı ilə fəxr edir. Çalışırıq ki, ziyalılar yetişdirək. Və nə qədər ki, Azərbaycan yaşayır, onun ziyalısı olsun, onun öndə gedəni olsun. Təşəkkür edirəm sizlərə.